Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün sizlərə şəxsi tikili 7 sotda 8 otaq plus mətbəxli həyət evimizi təqdim edirik. Xahiş edirik, videomuzu sona qədər izləyəsiniz. Ev haqqında bütün məlumatları sizin nəzərinizə çatdıracağım. Gördüyünüz kimi geniş həyətyanı sahəsi var. Evin dörd bir tərəfinə rahat şəkildə keçmək mümkündür, dəyərli izləyicilərimiz. Burada yenə evin bağ üçün yer nəzərdə tutulub. Arxasında 2 metr 60 sm məsafəsi var. Digər yan hissədə də yenə məsafəsi var. Dörd bir tərəfinə rahat şəkildə keçmək mümkündür. Evimizin yerləşmə ünvanı Masazır qəsəbəsi, Masazırda mərkəzi prospekt yola yaxındır. Və gördüyünüz kimi həyətinin giriş hissəsidir. Orada da bir 12 metr uzunluğunda naves yığdırıbdır, dəyərli izləyicilər. Evimiz şəxsi tikili həyət evidir. 8 otaq, mətbəx və hamam otaqlarından ibarət şəxsi tikili həyət evidir. Gördüyünüz kimi belə bir xarici görünüşə malikdir. Yerdən hündür kürsüdür, tam cütdaşla tikilib, bünövrə dəmir beton, mərtəbə arası monolit betondur. Kupcalı evdir, dəyərli izləyicilər. Əlim yandı, qiymətə satılır, hər kəsə qismətdir. Allah xeyrin versin. Və gördüyünüz kimi geniş həyətyanı sahəsi var. Buradan da evin yenə 2 metrdə buradan məsafəsi var. Dörd bir tərəfinə rahat şəkildə keçmək mümkündür. Yerdən hündür kürsüdür. Giriş pləkan ağlaydaşla üzlənilib. Və dəyərli izləyicilərimiz, gördüyünüz kimi evin giriş dəhlizində 2-ci mərtəbəyə qalxan pləkanımızdır. Pləkanımız betonla yığılıb, üzlənməsi meşə materialından üzlənilib, dəyərli izləyicilər. Və burada da pləkanın altında kombisidir. Şəxsi istifadə üçün tikilən həyət evidir. İlk öncə hamam otağı ilə sizlərə tanış edim. Gördüyünüz kimi birinci mərtəbədə yerləşən hamam otağıdır. Döşəmə, isti pol, aksesuarlar hamısı quraşdırılıb. Evdə az bir yaşayış olub, dəyərli izləyicilər. Sadəcə ev sahibi burada yaşamadığı üçün evi satışa çıxardıbdır. Birinci mərtəbədə yerləşir qonaq otağı. Bir yataq otağı buradadır. Bura mətbəxdir və növbəti bir yataq otağı da buradadır. Birinci mərtəbədə 2 yataq otağı yerləşir, dəyərli izləyicilər, qonaq otağından əlavə. Gördüyünüz kimi qonaq otağımızdır. Qonaq otağımızda 8.60-ın 5 metriyə qonaq otağıdır. Baxın, belə bir gözəl, geniş qonaq otağı var. Gördüyünüz kimi də radiatorlar hamısı quraşdırılıbdır. Evdə az bir yaşayış olub. Ev sahibi burada yaşamır, dəyərli izləyicilər. Evi satışa çıxardıbdır. Burada da gördüyünüz kimi bir yataq otağımız burada yerləşir. Detisk otaqdır bura. Birinci mərtəbədə mətbəxdir. Və növbəti bir yataq otağımız da buradadır. Birinci mərtəbədə qonaq otağı, 2 yataq otağı və mətbəx, hamam otağından ibarətdir, dəyərli izləyicilər. İndi isə vaxtınızı almadan qalxaq 2-ci mərtəbəyə, otaqlarla tanış olaq. Gördüyünüz kimi həqiqətən pləkan çox gözəl, çox genişdir. Pləkanı çox genişdir, dəyərli izləyicilərim. Evimizin yerləşmə ünvanı həqiqətən çox gözəl bir yerdədir. Mərkəzi prospekt yola yaxındır. 2-ci mərtəbədə yerləşən hamam otağıdır. Artıq əşyaların yığıblar bura, dəyərli izləyicilər. Gördüyünüz kimi hamam otağında artıq əşyaların yığıblar. Yəni yaşamadığı üçün yığıb doldurublar orada. 2-ci mərtəbədə də 5 yataq otağı yerləşir. Gördüyünüz kimi bir yataq otağı burada yerləşir. Növbəti bir yataq otağımız burada yerləşir, gördüyünüz kimi. Evin də qiymətini sizin nəzərinizə çatdıraq. Evimizin qiyməti 260.000 manatdır. Real alıcı olsa qiymətdə endirim olacaq. Növbəti bir 3-cü yataq otağımız da buradadır. Və 4-cü yataq otağıdır. Bu isə, dəyərli izləyicilər, 2-ci mərtəbədə yerləşən 5-ci yataq otağıdır. Telefon nömrəmizdə xatırladaq, 070 560 48 40. İzlədiyiniz üçün təşəkkür edirik.